Yasamal Meyda'da gördüğünüz 3 otaqlı mənzil bütün əşyaları ilə birlikdə çox münasib qiymətə satışa çıxarılıbdır. Videomuzu sona dək izləməyi unutmayın ki, qiyməti haqqında tam məlumatınız olsun. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Şərifzadə küçəsində yerləşən 3 saylı Asan xidmətin arxasında təxminən 500-600 metrlik məsafəsində yeni salınmış Mida yaşayış kompleksində 9 mərtəbəli yeni inşa olunmuş binanın 9-cu mərtəbəsində ümumi sahəsi 80 kvadrat olan qanuni 3 otaqlı, tam təmirli və bununla bərabər sənədi qupçu olan və tam əşyalı mənzil çox münasib qiymətə satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Mida yaşayış kompleksi yeni salınmasına baxmayaraq daxilində 2 məktəb, 2 bağça və bütün yaşayış obyektləri fəaliyyət göstərir. Və bununla bərabər 9, 10 və 7B nömrəli avtobus xətlərinin sonuncu dayanacağı da Mida yaşayış kompleksinin daxilindədir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda. 3 saylı Asan xidmətinin arxasında yeni salınmış Mida yaşayış kompleksində. 9 mərtəbəli yeni inşa olunmuş binanın 9-cu mərtəbəsində. Ümumi sahəsi 80 kvadrat olan qanuni 3 otaqlı, tam təmirli, isitmə sistemi kombi olan mənzil tam əşyaları ilə birlikdə 205 min manata təcili olaraq satışa çıxarılıbdır. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.